Bakımızı ermənilərə təslim edib, onlara yüksək vəzifələr verən bir qisim vətəndaşımızın da Lenin babaları haqqında heç də şad olmayacağınız bir-iki kəlam etmək istərəm. Lenin babaları oxumaq, yenə də oxumaq sözünü sözdə Qurandan götürmüşdü. Bəli, yaxşı oxumuşdu. Xalqları bir-birinə necə qırdırmağın bütün incəliklərinə sahib idi Lenin babaları. Eyni böyüklərimizə qırmızı şeytan elə bir təlim-tərbiyə keçmişdi ki, 1918-ci il mart soyqırımının əsas səbəbkarının Lenin olduğunu unutturmuşdu belə. Azərbaycanın müxtəlif bölgələrində, həmçinin Bakımızda 10 minlərcə günahsızın öldürülməsində birbaşa Lenin babalarının imzası vardı. Sovet hakimiyyətinin ən başlıca planı Bakıdakı yerli türk əhalini yox etmək idi. Bunun üçün özlərinin nərdivan altı uşaqları ilə Bakımızı doldurmuşlardı. Bakı Xalq Komissarları Soveti tam da bu Lenin babalarının istək və arzuları çərçivəsində yüksək vəzifələrə erməniləri yerləşdirirdilər. Arada Azərbaycan xalqının bağrına dağ basa biləcək vəzifələr vardı, orada bu nərdivan altı uşaqları yerləşdirmişlərdi. Şaumyan, Bakı Xalq Komissarı, yəni Bakımızın sözdə sahibi, Xalq Daxili İşlər Komissarı Çaparidze, Ədliyyə Komissarı Karinyan, Fövqəladə Komissiyanın sədri Ter Gabrielyan, Nəqliyyat Komissarı Markaryan, Dövlət Nəzarət Komissarı Bogdanyan, Əmək Komissarı Zevin idi. Azərbaycanlardan Nərman Nərmanova, Şəhər Təsərrüfatı Komissarı, Mirhəsən Vəzirova, Torpaq İşləri üzrə Komissar, Məşədi Əzizbəyova, Quberniya Komissarı və Daxili İşlər Nazirinin müavini vəzifələri verilmişdi. Azərbaycanlılara verilən vəzifələrə baxın, bir də ermənilərə verilən vəzifələrə. İndi gəlin görün bu quldur dəstəsi Azərbaycanın sərvətini sosializm adı altında Lenin babaları tərəfindən talan edilərək nə cür Rusiyaya göndərildi. Bu dövrdə Bakı Xalq Komissarları Soveti Moskvanın göstərişi ilə Azərbaycanın sərvətlərini talamaq üçün neft sənayesini milliləşdirdi və Bakı neftini Rusiyaya göndərdi. 1917-ci ilin noyabrından 1918-ci ilin martına dək Rusiyaya 4 milyon 313 min put neft daşındığı halda 1918-ci ilin aprelin başlanğıcından iyulun sonuna dək 80 milyon 25 min put neft göndərilmişdi. Rusiya yardım adı altında bu ölkəyə Bakıdan və Azərbaycanın qəzalarından 700 min put pambıq, 100 min put quru balıq, xeyli miqdarda düyü, duz və s. yola salınmışdı. Bəli, Leninin kimlərin babası olduğunu ümid edirəm ki, bu talanla öyrənmiş olduq. Azərbaycan xalqının fəxrlə yad edəcək ata-babaları o qədər çoxdur ki, heç bir millətin nə atasında, nə də ki, babasında gözü yoxdur. Dininizi her zaman diri tutun. Sizi ondan başka koruyacak hiçbir şeyiniz yoktur. Kin, doğru hedefe yönlendirildiğinde en müqəddəs koruyucu silahtır.